Vaxtınız xeyir olsun dəyərli müəllimlər. Mən İsayeva Röya. Bugün sizə İMHM mətn toplusundan MİQ sertifikasiyaya hazırlaşanları üçün mətnlər hissəsindən birinci mətnimizi izah edirəm. Buyurun, dinləyin. Yazılıb ki, mətnin məzmunu əsasında uyğunsuzluq. Şərtimizə baxıram suallara. Birinci abzasla bağlı doğrular, ikinci abzasla bağlı yanlışlar. Gəlin baxaq. Birinci cümləmiz bu cürdür. Deyir, Florensiya şəhərinin köklü tarixə malik olmasının səbəbi haqqında geniş məlumat var. İndi bizə birinci və ikinci abzas deyir. Ona görə ayrı-ayrılıqda baxmalıyam. Birinci abzasa baxırıq. İtaliyanın və Avropanın ən mühüm ticarət mərkəzlərindən biri olan Florensiya köklü tarixə, heyranedici memarlıq nümunələrinə və ən əsası möhtəşəm bədii kolleksiyaya malik şəhərdir. Florensiya dünyaya görkəmli rəssamlar, sənət adamları bəxş etdiyindən intibah dövrünün vətəni sayılır. Gəlin baxaq onda. Deməli deyir ki, köklü tarixə malik olmasının geniş səbəbi var. Düzdür, köklü tarixi var, amma onun geniş səbəbi varmı? Yoxdur. Deməli, geniş səbəbi yoxdursa, biz bura necə yazırıq? Yanlış fikir. Yanlış fikir. Keçdik ikinci varianta. İkinci bəndimizə baxırıq. İntibah dövrünün vətəni sayılan Florensiya eyni zamanda əhəmiyyətli ticarət mərkəzlərindən biri sayılır. İntibahın deyir, vətənidir və əhəmiyyətli ticarət mərkəzi. Görək varmı həqiqətən birinci abzasda o fikir? Mühüm ticarət mərkəzidir və intibah dövrünün vətənidir. Deməli, bu fikir nədir? Deməli, ikinci fikrimiz doğrudur. Keçirik üçüncü fikrə. Florensiya qədimdə hərbi məqsədlər üçün istifadə olunan strateji əhəmiyyətli şəhərdir. İkinci abzası oxumalıyam indi. Çünki ikinci abzasla bağlı deyirik. Baxaq. Görək ikinci abzasda bu fikir varmı? Yazılıb ki, hərbi koloniya var idi. Deməli, burada Romalılar nə eləmişdi? Hərbi koloniya var idi. Deməli, bu fikir doğrudur. Sonra dördüncüyə. Florensiyada göz oxşayan memarlıq nümunələri olub, şəhər dünyaya görkəmli rəssamlar bəxş edib. Görək, həqiqətənmi bu abzasdadır, bu ikinci abzasdadırmı görək? Gəlin baxaq. Baxın, görkəmli rəssamlar dünyaya bəxş etmişdir. Gördük və memarlıq nümunələri. Bu neçənci abzasdır? Birinci abzas. Deməli bizə ikinci abzasla bağlı dediyinə görə bu ikinci abzasda yox. Gördüm ki, birinci abzasdadır. Bura nə yazıram? Deməli, bura yanlış yazıram. İndi şərt də mənə nə deyir? Uyğunsuzluq. Uyğunsuzluq dediyinə görə nə etməliyəm? Doğrudan doğrunu, yanlışdan yanlışı götürməliyəm? Xeyr. Doğrudan yanlışı, yanlışdan doğrunu götürməliyəm. Deməli, cavabımız nə olur? Cavabımız olur 1 və 3-cü fikir. C bəndi.